Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədi ilə gözərmə lampaları mərhələli olaraq dövrədən çıxarılır. Yanvarın 1-dən 60 Watt və yuxarı gücə malik, iyulun 1-dən isə 25 Wattdan yuxarı gözərmə lampalarının istehsalı, idxalı və satılması qadağan olunur. Hesablamalara görə LED lampalar gözərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan üstündür. Məsələn, 7 il istismar müddətinə malik bir LED lampası 17 ədəd 1000 saatlıq gözərmə lampasını əvəz eləyir. Bunun nəticəsində LED lampasının ümumi xərci təxminən 14 manat olduğu halda gözərmə lampalarında bu göstərici 82 manata çatır. Eyni zamanda ekoloji tərəfdən də deməli LED lampalarının istifadəsi səmərəlidir. Biz bilirik ki, həmin o elektrik enerjisini istehsal etmək üçün qaz yandırılır və bayaq səsləndirdiyimiz həcmdə deməli elektrik enerjisi məsələn 131,4 milyon kilovat-saat elektrik enerjisini istehsal etmək üçün 29,1 milyon kubmetr qaz yandırılır, amma LED lampasına münasibətdə bu rəqəm cəmi 3,4 milyon kubmetrdir. Təbii ki, qaz yandırılanda eyni zamanda atmosferə karbon emissiyaları atılır və burada da rəqəmlər arasında çox böyük fərq var. Əgər közərmə lampalarında 63,6 min ton karbon emissiyası atılırsa, LED lampalarına münasibət yeni salınan küçə və yollarda 7000-dən yuxarı artıq LED əsaslı işıqlandırma sistemləri quraşdırılmışdır ki, bunun da təxminən 40%-i günəş əsaslı olmaqla hibrid işıqlandırma sistemləridir. Yəni son zamanlarda cənab prezident tərəfindən də açılışlarında iştirak etdiyi Ağdam rayonunun Xıdırlı, Sarıcalı, Kəngərli kəndlərində yəqin ki, hər biriniz də olmusunuz. Orada günəş əsaslı işıqlandırma sistemləri tətbiq olunur və həmin ərazilər maksimum dərəcədə işıqlandırılır və təmiz enerjiyə qidalanır.